yarı çılpaq, qədim insan. Düşməninə bir daş attı, qana batdı. Daş düşmədi amma yerə, uçub getdi üfüqlərdən üfüqlərə. Deməyin ki, daş yox oldu. Daş çevrilib bir ox oldu. Oldu güllə, mərmi. Dayanmadı fikir kimi. Meridiyanı qırıq-qırıq, arzuları zərrə-zərrə, okyanı para-para edib keçdi həmin o daş. İndi yenə dayanmayır, uçur hara. O neutron, elektron, dönüb nələr olur. Ölüm olur, zəhər olur. Ey həməsrim, həqiqətin qan qardaşı, dayandırmaq olmazmı de? Yarı çılpaq, yarı vəhşi, qədim insan, atan başı.